Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə bə'd. İlk öncə Allah Subhanahu və Taala'ya sonsuz həmsənalar olsun ki, Allah Taala bizi belə bir məclisə gəlməyə müvəffəq eləyib. Həqiqətən bu özü böyük bir nemətdir. Allah Subhanahu və Taala həmçinin bu məclisi təşkil edən qardaşlardan da razı olsun. Allah Subhanahu və Taala elinə, əhlinə, mülkünə bərəkət versin. Və sonra qardaşlar inşallah götürəcəyimiz mövzu İmam İbn Qeyyim Rahimehullah'ın El-Vabilus Sayyib Minel Kelimit Tayyib kitabından olacaq inşallah. Şeyh İbn Baz Rahimehullah'ın inşallah şərhi ilə. İlk öncə bir hissəsini oxuyacağıq. İbn Qeyyimin öz sözlərin və sonra inşallah Şeyh İbn Bazın həmin o hissiyə verdiyi şərhi də inşallah götürəcəyik. Kitabın ümumi olaraq müqəddiməsində xoşbəxtlik üç şeydədir. Xoşbəxtlik üç şeydədir. Müqəddiməsi əsasən bu mövzuda bəhs edir. Hafiz İbn Qeyyim Rahimehullah deyir ki, Bismillahirrahmanirrahim və la havlə və la quvvətə illə billahil aliyyil azim. Qüdrət və güc yalnız Allaha, uca Allaha məxsusdur. Və sonra deyir ki, cavab verilməsi umulan, ondan istənilən, Allah Subhanahu və Taala'dan diləyirəm ki, sizi həm dünyada, həm də axirətdə öz himayəsinə alsın. Və sizə həm zahiri, həm də batini nemətlərini bol-bol nəsib etsin. Və sizi nemət verdikdə şükür edən, müsibətə düçar olduqda səbr edən, günah işlədikdə isə istiğfar edən, ondan bağışlanma diləyən qullarından etsin. Çünki deyir, bu üç şey, şükür, səbir və həmçinin də istiğfar, qulun xoşbəxtliyinin açarıdır. Həm dünyada, həm də axirətdə nicatın nişanəsidir. Və elə bir qul yoxdur ki, bunlardan heç vaxt ayrılmaz. Yəni, heç bir qul bunlardan heç vaxt ayrıla bilməz. Yəni, bu üç şey hər bir qulda baş verir. Qul daim bu üç hal arasında fırlanır, dövr eləyir. Yəni, bu üç hal zikr etdiyimiz Allah Subhanahu və Taala'nın ona verdiyi nemətlər. Birincisi budur. Allah Subhanahu və Taala'nın qula göndərdiyi ard-arda, ardı kəsilmədən göndərdiyi nemətlərdir. Və onların bağlayıcısı, qalması, davamiyyətli olması və artması şükürdür. Artmasına səbəb olan şey nədir? Şükürdür. Nemətin davamiyyətli olması üçün. Və bunlar, yəni şükürün özü üç əsas rükün üzərində məbni, bina olunub. Yəni ürəkdə, qəlbdə neməti etiraf eləmək. Dil ilə həmin o neməti, Allah Subhanahu və Taala'nın verdiyi neməti zikr etmək, dilə gətirmək. Və həmçinin də həmin neməti verənin, yəni Allah Subhanahu və Taala'nın razılığı yolunda istifadə etmək, xərcləmək. Şükür, yəni bu üç əsas rükuna əməl etdikdə tam olur. Və eləcə də qullar bunları edərsə, nemətə şükür etmiş olar. Baxmayaraq ki, yenə də şükürdə nöqsanı qalacaq. Yəni, baxmayaraq ki, yəni, şükür etsə belə, yəni hətta bunlara əməl etsə belə, yenə qul şükür etməkdə nədir? Naqisdir, nöqsanlıdır. İkinci, Allah Subhanahu və Taala'nın qullarını sınamaq üçün verdiyi müsibətlərdir. İkincisi nədir? Müsibətlərdir. Allah Subhanahu və Taala'nın qullarını sınamaq üçün göndərdiyi müsibətlərdir. Bu halda da qulun üzərinə düşən vəzifə, borc, səbir və təsəllidir. Müsibət halında da qulun üzərinə düşən borcu, vəzifəsi nədir? Səbirdir və təsəllidir. Səbir özü də nədir? Üç şeydədir. Səbrin özü də üç şeyləndir. Birincisi nəfsini ayırmalıdır. Allahın ona təqdir etdiyi hökmə qarşı narazılıqdan saxlamalıdır. Dili şikayətdən qorumalıdır. Əzaları isə günahlardan çəkindirməlidir. Buna misal, üzə vurmaq, paltarı cırmaq, saçı yolmaq,
Bu kimi şeylərdən çəkinmək. Səbir bu üç dayağa, bu üç rükuna bağlıdır. Əgər bəndə, qul bunları layiqincə yerinə yetirsə, müsibət onun üçün nemətə çevrilər. Bəla bir hədiyyəyə dönər. Və xoşagəlməz hal sevimli hala çevrilər. Çünki Allah Subhanahu və Taala'nın qulu məhv etmək üçün yox, Allah Taala qulunun səbrini və qul olduğunu sınamaq üçün imtihan edir. Allahın qul üzərində həm çətinlik vaxtlarında, eləcə də rahatlıq vaxtlarında, həm xoşuna gələn, xoşladığı şeylərdə, həm də ikrah etdiyi şeylərdə, xoşlamadığı hallarda qulluq, yəni ibadət haqları var. Allah Subhanahu və Taala'nın qullarının üzərində. Hər iki halda Allahın qullarının üzərində nə var? Haqları var, ibadət haqları var, qulluq haqları var. Amma insanların çoxu yalnız xoşladıkları şeylərdə qulluq göstərirlər. Əsas məsələ isə ikrah etdikləri, xoşa gəlməyən şeylərdə ibadət göstərməkdir. Çünki qulların dərəcələri məhz bu məqamda, bu yerdə bir-birindən fərqlənir. Və onların Allah Subhanahu və Taala'nın qatında məqamları da buna görə müəyyən olunur. Məsələn, buna misal şiddətli istidə soyuq su ilə dəstəmaz almaq bir ibadətdir. Və eləcə də insanın sevdiyi gözəl həyat yoldaşı ilə yaxınlıq etməsi də ibadətdir. Və həmçinin qulun ailəsinə və özünə etdiyi xərclər də ibadətdir. Eyni zamanda qışın sərt vaxtında, soyuğunda, şiddətli soyuğunda soyuq su ilə dəstəmaz almaq da ibadətdir. Rahatlıq vaxtında edilən ibadətlə çətinlik vaxtında olunan ibadət arasında nə var? Böyük fərq var. Hər iki halda, xoşuna gəlmədiyi halda, xoşuna gəldiyi halda, rahatlıq halında Allahın haqqını verən kəs Allah Subhanahu və Taala'nın bu kəlamının aid olduğu şəxslərdəndir. Zümər surəsi 36-cı ayədə Allah Subhanahu və Taala buyurur ki: "Əleyhisallah bikafin abdə." Məgər Allah öz quluna kifayət deyilmi? Və başqa bir ayədə isə, qiraətdə isə daha doğrusu öz qullarına kifayət deyilmi kimi gəlmişdir. Hər bir halda birində tək ləfzdə öz quluna, digər qiraətdə isə öz qullarına kifayət deyilmi kimi gəlmişdir. Hər iki oxunuş eyni mənanı verir. Çünki təkdə işlədilən söz eləcə də toplumu da nə edir? Əhatə eləyir, cəmi də əhatə eləyir. Və sonra Şeyx İbn Qeym rahimehullah deyir ki, tam qulluq varsa Allahın köməyi və yetərliyi də tam olur. Qul tam qulluq göstərirsə, Allah Subhanahu və Taala'nın köməyi də, ona kifayət olması da tam olur. Qulluq naqis olanda isə Allahın kifayətliyi də həmin qədər olur. Yəni, insan Allah qarşısında ibadət və itaətdə nə qədər səmimi və kamil olarsa, Allahın qoruması, yardımı da və həmçinin kifayətli də bir o qədər tam və mükəmməl olar. Əgər qul öz ibadətində naqislik edərsə, bu zaman ona yetişən ilahi yardım o nisbətdə azalar. Ona görə də kim özündə bir xeyir tapsa, qoy Allahına həmd etsin. Və kim də bunun əksini görsə, özündən başqa heç kəsi qınamasın. Bunlar o qullardır ki, düşmənin, yəni şeytanın, insanın ən böyük düşməni də şeytandır. Onlara heç bir hökmü yoxdur. Allah Subhanahu və Teala buyurur ki, mənim bəndələrim üzərində sənin onlara qarşı heç bir hökmün ola bilməz. Hicr surəsi 42-ci ayədə. Və sonra Şeyx İbn Baz rahimehullah oxuduğumuz hissəyə şərh verərkən deyir ki, böyük, yəni alim İbn Qeyyim rahimehullah kitabın müəllifi Əl-Vəbil-i Sayyib kitabında bu böyük faydaları müqəddiməni, yəni kitabın müqəddiməsində qeyd edib
Və bu müqəddəmənin bir qismini Şeyx Muhammed ibn Abdülvahhab da rahiməhullah namaza getməyin ədəb qaydaları kitabında gətirib. Yəni, insan bu dünyada bu üç haldan qıraqda qalmır. Ya nemətlər içində, ya müsibətlər içində, ya da günahlar içində olur deyir. Buna görə də deyir, İbn Qeyyim dua edəndə belə dua edir. Allahdan diləyirəm ki, sizi dünyada və axirətdə öz himayəsindən alsın və sizə həm zahiri, həm də batini nemətlərini bol-bol versin. Şeyx deyir ki, çünki Allah kimin işini öz üzərinə götürərsə, yəni kimi öz himayəsinə alarsa və mərhəmətini, nemətlərini ona bol-bol verərsə, onlar düz yolda olarlar. Onlar doğru yolda olarlar. Allah onlara sahib çıxanda, onları öz himayəsinə alarsa, onları hər bir xeyrə müvəffəq edər. Hər bir xeyrə müvəffəq edər. Onlara həm din nemətini, həm də dünya nemətini, həm də günahların bağışlanması nemətini əta edər. Və bu da ümumi bir dua idi. Və sonra isə daha xüsusi bir dua edir Şeyx İbn Qeyyim rahimehullah. O duada Allahdan diləyirəm ki, sizi o kəslərdən etsin ki, nemət veriləndə şükür edən, müsibət gələndə səbr edən, günah işləyəndə bağışlanma diləyən kəslərdən etsin. Bu isə, bu üç xüsusiyyət əsl xoşbəxtliyi özündə cəm edir. Bunun dəlili isə odur ki, Allah bəndəni nemətlər zamanı şükrə, müsibətlər zamanı səbrə, günah işlətdiyi zaman isə tövbəyə müvəffəq edir. Yəni, bu hər bir qulda deyil. Yəni, o qul xoşbəxtdir ki, ona müsibət gələndə neynir? Səbr edir. Nemət veriləndə şükr edir. Günah işləyəndə neynir? Bəli, tövbə edir, istiğfar edir, bağışlanma diləyir. Yəni, bunun dəlili budur. O insanın xoşbəxt olmasının dəlili Allah Subhanahu wa Ta'ala'nın onu müvəffəq etməsidir. Bu üç halın üçündə də sabit qalması. Beləliklə, xoşbəxtliyin səbəbləri bir araya gəlmiş olur bu cür insanda. Çünki insanların çoxu nemət içində olduqda şükür etmir. Nemət o içərisində, bol-bol nemətlərin içərisində olduqda neynəmir? Çox insan şükür etmir, insanların çoxusu. Əksinə təkəbbürlənirlər, həddi aşırırlar və həmçinin o neməti günah yolda istifadə edirlər. Haramlarda sərf edirlər. Bəzi insanlar da müsibət zamanı səbr etmirlər. Məsələn, xəstəlik, yoxsulluq, müxtəlif çətinliklər və yaxud da yaxın adamlarının ölümü gələndə üsyan edirlər, təlaşa düşürlər və səbir göstərmirlər. Və insanların çoxu həmçinin günahda israr edir. Günahlarda israr edirlər. Nə tövbə edir, nə də bağışlanma diləyirlər. Bu isə həlak olma səbəblərindəndir. Əgər Allah Subhanahu wa Ta'ala qulu nemətlər zamanı şükr etməyə, müsibətlər zamanı səbr etməyə və günah işlədikdə tövbə etməyə müvəffəq edərsə, o zaman onun xoşbəxtliyi tamamlanmış olar. Yəni, bu da Allah Subhanahu wa Ta'ala'nın müvəffəqiyyəti iləndir. Yəni, Allah Subhanahu wa Ta'ala bir qulu bu üç halda müvəffəq edibsə, artıq o insanın xoşbəxt olmasına dəlildir. Bu üç haldan, yəni nemət, müsibət və eləcə də günah heç kim qurtara bilməz. Hər kəs bu hallardan imtihana çəkilir. Hər bir kəs. Hər bir qul bu üç haldan imtihana çəkilir. Ona görə də qulun vəzifəsi, ona vacib olan budur ki, bu üç halda üzərinə düşəni etsin. Məsələn, nemət vaxtında, yəni sağlamlıq, mal, dövlət, evlilik, elm kimi nemətlər veriləndə bəndə Allaha şükür etməlidir. Ona itaətdə sabit olmalıdır və günahdan uzaq durmalıdır. Və şükür isə üç əsas sütun üzərində durulur. Onlardan birincisi, insan batinən, daxildə, yəni etiraf etməlidir. Yəni qəlbi ilə
bilir və etiraf edir ki, bu neməti ona verən Allah Subhanahu və Taala'dır. Və Allah da onun qəlbindən bu etirafı bilir. Onun səmimi olduğunu bilir. O bu nemətə görə Allaha şükür edir. Onu sevir. Ona təslim olur. Ona yönəlir və onun nemət verən olduğuna ürəkdən inanır. İkincisi isə dili ilə neməti dilə gətirməkdir. Dillə neməti dilə gətirmək, söyləmək. Necə ki Allah Subhanahu və Teala Duha surəsinin 11-ci ayəsində buyurur ki: "Və əmmə bi ni'məti rabbika fehaddis." Rəbbinin nemətini zikr et və danış. Və eləcə də üçüncü isə əməl. Əməllə, yəni həmin neməti Allahın itaətində işlətmək. Həmin neməti, Allahın verdiyi neməti Allah Subhanahu və Taala'nın itaətində sərf etmək. Ona yönətmək. Və günahdan uzaq durmaq. Onu Allaha asiliklərdən qorumaq. Necə ki Allah Subhanahu və Taala Səba surəsi 13-cü ayədə buyurur ki: "İ'məlu ələ Davudə şükra." Ey Davud ailəsi, şükür olaraq çalışın. Yəni əməldə göstərin. Deməli, şükrün üç dayağı bunlardır. Allahın nemət verdiyini qəlbdə etiraf etmək, yəni nemət verənin Allah Subhanahu və Taala olduğunu qəlbən yəqinliklə etiraf etmək və ona sevgi ilə təslim olmaq, dillə neməti dilə gətirmək, danışmaq, o nemətlərin Allah Subhanahu və Taala'dan olmasını söyləmək və əməl ilə neməti onun itaətində sərf etmək və günahdan da uzaq durmaq. O nemətləri günahlara sərf etməmək. Müsibətlərə gəldikdə isə bunlar çoxdur. Yəni, yaxın adamın ölümü, xəstəlik, yoxsulluq və yaxud insanın başına gələn hadisələr də ola bilər. Yəni, müsibətlər də çoxdur. İnsana xoşuna gəlməyən, nə baş versə, ona müsibət deyilir. İnsanın xoşlamadığı, başına gələn hər hansı bir şey, onun üçün nədir? Bir müsibətdir. Və Allah Subhanahu və Teala buyurur ki: وَمَا أَصَابَ مِنْ مُصِيبَةٍ إِلَّا بِإِذْنِ اللّٰهِ وَمَنْ يُؤْمِنْ بِاللّٰهِ يَهْدِ قَلْبَهُ. Allah Subhanahu və Taala'nın izni olmadan heç bir müsibət baş verməz. Kim Allaha iman gətirərsə, Allah onun qəlbini doğru yola yönəldir. Təğabun surəsi 11-ci ayə. Və eləcə də Allah Subhanahu və Taala Şura surəsi 30-cu ayədə buyurur ki: وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُ عَنْ كَثِيرٍ. Subhanallah. Allah Subhanahu və Taala ayətdə buyurur ki, sizə üz verən müsibət əllərinizin qazandıqları səbəbiylədir. Allah isə çoxunu bağışlayır. Allah Subhanahu və Taala çoxunu bağışlayır, çoxundan keçir. Və həmçinin Allah Subhanahu və Taala Hədid surəsi 22-ci ayədə buyurur ki: yer üzündə və sizin özünüzdə baş verən elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl kitabda yazılmamış olsun. Bu Allah üçün çox asandır. Ona görə də müsibətlər Allah Subhanahu və Taala'nın kövnü qədəri və əvvəlcədən yazdığı istəyi ilə baş verir. Bu da bir sınaqdır, bir imtihandır. Yəni bunun səbəbi sınaq və imtihandır. İnsan ümumiyyətlə bəzən bir xəstəliyə, bəzən müəyyən orqanının xəstəliyinə, bəzən yoxsulluğa, bəzən düşmənlərin əziyyətinə və bəzən də xoşuna gəlməyən müxtəlif hallara düçar da ola bilər. Bunlar da nədir? İnsan üçün müsibətdir yəni. Müsəlmanın vəzifəsi, borcu, ona vacib olan budur ki, müsibətlər zamanı üç şeyi yerinə yetirsin. Ona müsibət gəldikdə üç şeyi yerinə yetirsin. Əzalarını gərəksiz şeylərdən qorusun. Bədəni, dili və qəlbi ilə yersiz şeylərdən uzaq dursun. Yəni qəlbində üsyan və narazılıq olmasın. Dil ilə yersiz sözlər söyləməsin. Əzaları ilə də özünü
vurmasın, üzünü gözünü cırmasın, paltarını cırmasın. Yəni bu kimi hərəkətlərdən uzaq dursun. Əksinə Allaha yönəlsin, ona təslim olsun, ona həmd etsin, səbr etsin, mükafatını Allah Subhanahu və Taala'dan diləsin və yalnız danışanda, bu cür hallarda yaxşı söz söyləsin, üsyan etməsin, Allah Subhanahu və Taala'ya qarşı gəlməsin, sözlərində diqqət yetirsin, yaxşı danışsın və həmçinin xeyir əməllər etsin və onun qəlbi arxayın olsun, səbr etsin və Allah Subhanahu və Taala'dan mükafatını umsun. Müsibət zamanı müsəlmanın halı belə olmalıdır. Günaha gəldikdə isə, günah işlədikdə isə vacib olan dərhal tövbə və istiğfar etməkdir. İnsan günah etdikdə isə dərhal nə etməlidir? Tövbə etməlidir, istiğfar etməlidir. Və beləliklə günah tövbə ilə müsibət, səbir və savabını Allah Subhanahu və Taala'dan ummaqla, nemət isə şükür və haqqını ödəməklə qarşılanmalıdır. Haqqını ödəmək də nədir? O neməti Allah Subhanahu və Taala'nın razılığında xərcləmək, o yolda sərf etmək, haramlardan uzaq tutmaq. Və bunlar həm xoşbəxtliyin, həm də nicatın səbəblərindəndir, qardaşlar. Və sonda Allah Subhanahu və Taala'dan hər birimiz üçün müvəffəqiyyət diləyirəm. Allah Subhanahu və Taala hər birimizi müvəffəq eləsin. Allah Taala'dan diləyirəm ki, Allah Taala bizə eşitdiyi faydalananlardan eləsin. Allah Taala bizi bu məclisdən qalxanda bağışlanaraq qalxan qullarından eləsin. Subhanakallahumma bihamdik və əşhədu en la ilahe illa ent və estəğfiruka və etûbu ileyk.